Esselamu Aleyküm bizi izleyenler ve hürmetli həmkarlarım. Siemens kondisionerinin pultunun istifadə qaydasını indi biz sizə başa salacağıq. Bu kondisionerin pultunun on-off düyməsidir. Bunun yardımı ilə kondisioner yandırılır və yaxud söndürülür. Yandırıldıqda burada bu işarə gəlir və bu da onun yanması anlamına gəlir. Kondisionerin rejimlərinin dəyişdirilməsi üçün mod düyməsindən istifadə olunur. Hal-hazırda ekranda cool və cool sözü və qar dənəzi işarəsi görkənir. Bu soyutma rejimidir. Bu demək nəmin azaldılması rejimidir. Bu isitmə, fan rejimi və avto rejim. İstifadəçilər əsasən kondisionerdən soyutma məqsədləri üçün istifadə edirlər və bu səbəbdən də biz əvvəlcə bu rejimi izah etməyə başlayacağıq. Mod düyməsini basırıq və ekranda cool sözü, yəni soyuq sözü və eyni zamanda qar dənəzi işarəsi görünəndə kondisioner soyutma rejiminə keçmiş olur. Bu rejimdə temperatur düymələrinin köməyi ilə temperaturu 22-24 dərəcəyə ayarlayırıq. Nəzərinizə çatdırım ki, bu temperaturu aşağı salmaq üçün, bu isə yuxarı qaldırmaq üçündür. Soyutma rejimində 22-24 dərəcə ayarlamanız biz sizə məsləhət görürük. Soyutma rejimində ventilatorun sürətini dəyişmək üçün ümumiyyətlə fan düyməsindən istifadə olunur. Hal-hazırda fan avto sürətdədir. Bir daha basdıqda o aşağı sürət, orta sürət, yuxarı sürət, bir daha basdıqda avto sürət. Ümumilikdə burada 4 sürət vardır. Yataq otağında əgər fanın səsi sizi narahat edirsə, o zaman aşağı sürəti seçə bilərsiniz. Temperaturun 24 dərəcədən yuxarı tutulması elektrik enerjisinə qənaət baxımından məsləhət görülür. Amma yataq otağında və yaxud digər məkanlarda kondisioner işlədərkən çalışmaq lazımdır ki, temperaturu 22 dərəcədən aşağı endirilməsin. Soyutma rejimindən digər rejimlərə keçmək üçün mod düyməsini yenidən basırıq və burada dry sözü gəlir. Bu qurutma rejimidir. Qurutma rejimində kondisioner sadəcə evdə olan nəmi bayıra atır. Amma azacıq da soyutma hadisəsi baş verir. Bir daha mod düyməsini basırıq. Burada heat, yəni isitmə, isti rejimi, bir də ki günəş işarəsi gəlir. Bu rejimdə biz temperaturu 26 dərəcənin üzərində tuturuq. 27, 28 və s. İsitmə rejimində fanın sürətini avtoya qoymanın çox böyük önəmi vardır. Bunun üçün biz fan düyməsini basırıq, aşağı sürət, orta sürət, yuxarı sürət. Bir daha basdıqda burada auto sözü, yəni avtomatik sürət seçimi işarəsi gəlir. Bundan sonra artıq fanın sürəti avtomatik olaraq seçiləcəkdir. Və bu da kondisionerin daha məhsuldar işləməsinə səbəb olacaq və çöl hissəsi, kondisionerin çöl hissəsi yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşanda donacaqdır. Bu çox önəmli məsələdir. Qeyd etmək istəyirik ki, isitmə rejimində kondisionerdən gələn isti təxminən 5-10 dəqiqədən sonra gəlir, havanın temperaturundan asılı olaraq. Üstəlik, yenə də havanın temperaturundan asılı olaraq kondisionerin nominal iş rejiminə, yəni ən güclü isti vermə rejiminə keçməsi üçün ən yaxşı halda 20, bəzi hallarda 40 dəqiqə, yarım, 1 saat və s. daha çox lazım olar. Bu eyni zamanda otaqdakı temperaturdan da asılıdır. Mod düyməsini yenidən basırıq və ekranda fan sözü və eyni zamanda işarəsi gəlir. Bu nədir? Burada nə soyutma hadisəsi, nə isitmə hadisəsi baş verir. Burada sadəcə deməli fan kondisioner adi bir ventilator kimi çalışır. Mod düyməsini yenidən basırıq və ekranda avto sözü gəlir. Bu avtomatik rejimdir. Bu nədir? Məsələn, tutaq ki, biz temperaturu 25 dərəcəyə ayarlamışıq. Bu halda əgər temperatur, otaqdakı temperatur 25 dərəcədən yuxarı qalxarsa, kondisioner isitmə rejimində, 25 dərəcədən aşağı inərsə, soyutma rejimində çalışacaqdır. İndi yenidən biz mod düyməsini basırıq, soyutma rejiminə qaydırıq və indi bəzi digər deməli, düymələrin istifadə qaydasını görkəzəcəyik. Temperaturu deyək ki, 23 dərəcəyə qoymuşuq. Fanın sürətini seçmişik. Məsələn, deyək ki, orta sürətə qoymuşuq. Burada daha hansı düymələr var? Məsələn, swing düyməsi kondisionerin jalüzlərini aşağı-yuxarı davamlı olaraq hərəkət etdirmək üçün. Direkt isə onları hər hansı bir istiqamətdə dayandırmaq üçündür. LED düyməsi kondisionerin üzərində olan işığı yandırıb söndürmək üçün. Belə bir sual oluna bilər ki, işıq ora niyə qoyulmuşdur? İşığın ora qoyulması
hər iki cəhətdən yaxşıdır. Bəzi vaxtı gecə vaxtı kondisionerin soyuq olduğunu, çox soyutduğunu gördükdə ən azı biz bilirik ki, orada neçə dərəcədir və həmən temperaturu qaldıra bilirik. Və eyni zamanda kondisionerin harda olduğunu da bilirik. Əgər kimisə narahat edirsə işıq, o zaman LED düyməsinin köməyi ilə həmin işığı yandırıb söndürə bilər. Turbo rejimi nə işə yarayır? Bəzi vaxt elə olur ki, hava həddindən artıq isti olur otaqda, bayırda da isti olur və bizə soyutmanın intensivləşdirilməsinə ehtiyac olur. Yəni soyutmanın daha güclü surətdə edilməsinə ehtiyac olur. Bilmək lazımdır ki, ümumiyyətlə kondisionerin fanının sürəti yüksəldikcə, ventilyasiya sürəti yüksəldikcə soyutma gücü də çoxalır. Turbo düyməsinə basıldıqda kondisioner 15 dəqiqə ərzində, bəzi kondisionerlərdə 30 dəqiqədə ola bilər, 15 dəqiqə ərzində ən yüksək sürətdə işləyəcək. Bundan sonra əvvəlki fan rejiminə qayıdacaqdır. Sleep rejimi nədir? Tutaq ki, temperatur 21-22 dərəcə ayarlamışıq. Sleep rejimində temperatur hər 2 saat keçdikdən sonra, yəni bu rejimi əvvəlcə basırıq. Gördüyünüz kimi burada bir ay işarəsi və qarşısında da 2 ulduz görünür. Burada deməli 2 saat işlədikdən sonra kondisioner temperaturu 23 dərəcəyə qaldırır. Bir neçə saat keçdikdən sonra 24 dərəcəyə qaldırır. Dolayısıyla bu bizim bizə soyuq dəymənin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Burada daha bir neçə düymə var. Shortcut adında bir düymə var. Məsələn, deyək ki, siz 23 dərəcə temperaturu, soyutma rejimində 23 dərəcə temperaturu, fanın sürətini məsələn orta sürət olaraq seçirsiniz və bu sizin ən çox sevdiyiniz rejimdir. Yəni sizin sevimli rejiminidir. Favorite mode deyirlər buna. Shortcut düyməsini bir neçə saniyə əlimizdə tutduqdan sonra ekran yanıb sönür və bundan sonra kimsə əgər gəlib temperaturu dəyişsə, modu dəyişsə, bizim sadəcə olaraq shortcut düyməsini basmamız kifayətdir ki, yenidən əvvəlki rejimə qayıdaq. Bundan başqa burada timer on və timer off adında daha iki düyməsi var. Bunlar nə işə yarayır? Məsələn, deyək ki, biz kondisioneri söndürüb işə getmək istəyirik. İstəyirik ki, kondisioner 10 saatdan sonra, yəni biz evə gəlməmişdən 1 saat qabaq kondisionerimiz işə düşsün. Bunun üçün timer on düyməsini basırıq və timeri 10 saata ayarlayırıq. Bundan sonra əlimizi çəkirik. Bir neçə saniyədən sonra biz ekranda timer on işarəsini görürük. Bu rejimdən çıxmaq üçün yenidən biz əlbəttə ki, timer on düyməsini basıb onu sıfırlaya bilərik və ya sadəcə yandırıb söndürməklə bu məsələni həll edə bilirik. Və yaxud kondisionerimiz işləyir və biz istəyirik ki, kondisioner məsələn 7 saat işlədikdən sonra söndürülsün. Bunun üçün timer off düyməsini basırıq. Burada 7 saat ayarladıqdan sonra barmağımızı uzaqlaşdırırıq və kondisioner bizim bu göstəricilərimizi yadında saxlayır və ekranın sağ tərəfində timer off işarəsi görünür. Bu rejimdən çıxmaq üçün yenə də ya on off düyməsini basırıq, ya da burada sıfırlayırıq. Məsələn, bu formada da eləmək olur. Və yaxud sadəcə olaraq bu düyməni yandırıb söndürməklə də bu məsələni həll etmək mümkündür. Bizi axıra qədər izlədiyinizə görə təşəkkür edirik. Əssəlamu aleykum.